Bugün Ağcabədi rayonu Şərəfanlı kəndindəyik. Qəhrəman şəhidimiz Cəfərov Ceyhun Qaraşoğlu'nun anası, gözəl ana dəfn olunubdur. Emin qardaşımız da çəkib işıqlandırır, Allah kömək olsun. Və Ceyhuna yazdığım bir şeiri demək istəyərdim ki, 30 il gözlərim yola dikildi. Bax, bu rəhmətə gedən ananın adından yazmışıq bu şeiri. 30 il gözlərim yola dikildi. Sinəmə həsrətdən bir dağ çəkildi. Dərdindən ay oğul belim büküldü. Dərddən qalat etdim bala Ceyhunum. Deyirdim bayramda evə gələcəm. Sevincli günümü sənlə böləcəm. Qələbə qazanıb elə dönəcəm. Belə gələcəkdin bala Ceyhunum. Gözlərimi oğul ağlar qoymusan. Qarşımda qəhrəman olub durmusan. Kəndimin, elimin fəxri olmusan. Adınla fəxr etdim bala Ceyhunum. Vətəni canından artıq sevmisən. Gözünü qırpmadan candan keçmisən. Şəhidlik şərbətin sevib içmisən. Arzuna sən yetdin bala Ceyhunum. Mən sənsiz danışıb günə bilmirəm. Yanına gəlməyə gələ bilmirəm. Ölmək istəyirəm, ölə bilmirəm. Sağkən ölmək bildim bala Ceyhunum. Məktəbə verilmiş adına qurban. Səni sevən doğman yadına qurban. Canımdan ayrılan canına qurban. Dirikən mən öldüm bala Ceyhunum. Uşaqkən üstündə əsim əsərdim. Yaralı olanda bilsəm gələrdim. Yaranı dilimlə gəlib silərdim. Baş daşını sildim bala Ceyhunum. İxtiyar söz verib bizə gələcək. Mənim dilim ilə şeir deyəcək. Bütün şəhidləri qardaş biləcək. Sən tək onu sevdim bala Ceyhunum. Bu günləri ana balasına qovuşur. Dünyasını dəyişdi. Allah ruhunu şad eləsin. Emin çox sağ ol, var ol. Təşəkkür edirəm.